Salamlayıram bütün gözəl insanları. Ancaq gözəl insanları salamlayıram. Biraz belə sönük danışıram. Yüngül özümü pis hiss eləyirəm səhhətimlə bağlı. Amma bunun bizim söhbətimizə qəti dəxli yoxdur. Bu günə Orxana bağlamağa gəlmişəm bura. Orxan, nə desən qardaşım? Salam, axşamınız xeyir. Biz indi bunu axşam çəkdiyimizə görə mən axşamınız xeyir deyirəm, amma sizin hər vaxtınız xeyir olsun. Bizi izləyən hər kəs salamlayıram və təşəkkür edirəm ki, bizə vaxt ayırırsınız, bizi izləyirsiniz, gözəl-gözəl şərhlər yazırsınız. Təbii ki, mənfi şərhlər yazanlar da var, biz onlara fikir vermirik. Uğursuz insanların işidir, uğurlu insanlara mənfi rəy yazmaq. Başlayaq inşallah. Ümumiyyətlə, heç kimə pis şey yazmayın. Biz də heç kimə pislik arzulamırıq. Amma bax, indi elə yaxşı dedin, səy söhbətini elə yaxşı dedin. Necə sən qardaşım, nə deyəcəm? Əvvəl, məsələn, özlərini ifadə eləyə bilmirdi. Məsələn, pis rəy yazmaq istəyən adam özünü ifadə eləyə bilmirdi. Niyə? Çünki əvvəl telefon yox idi. Mənə görə keçmiş, yəni keçmiş deyəndə 1000 il qabağı nəzərdə tutmuram. 30 il bundan qabaq ki, 25 il bundan qabaq ki, keçmiş daha yaxşı, daha rəngli, daha gözəl idi, nəinki indi. Yəni mənə görə sən nə fikirləşirsən? Ümumiyyətlə siz bu mövzuda nə fikirləşirsiniz? 30 il bundan qabaq daha yaxşı idi yoxsa indiki? 30 il bundan qabaq yaxşı idisə nəyə görə yaxşı idi? İndi yaxşıdırsa indi nəyə görə yaxşıdır? Belə bir sual qoyuram bugünün verilişinə. Sənə aiddir ən çox. Məncə indi daha yaxşıdır hər şey. Hara? Elə şey yoxdur. Necə yoxdur? Əvvəl dünya daha rəngli idi. Bax, indi məsələn bizim telefonumuzda Orxan saysız hesabsız, nə bilim, internet girişi var, nə bilim, gigabaytlar, Wi-Fi falan hər şey var. Əvvəl gör nə var idi? Bunda reklam çıxmır da, bu çox keçib üstündən. Azərseldə Gəncsim kampaniyası vardı. 15 SMS verirdi, 2 MMS verirdi, 500 kilobit internet verirdi. O 500 kilobit internetlə də 2 dənə oyun yükləyə bilirdin. Real Soccer 2006. İndi ikimizin də telefonunda, yəni hamının telefonunda limitsiz internet var. Ürəyimiz hər şey istəyir, yükləyə bilirik, oynaya bilirik. Amma o həz yoxdur. O Real Soccer vardı, belə knopkalı telefon. O sənə həz vermir də. Mənə görə çox yaxşıdır. Məsələn, əvvəl sən dediyin kimi SMS sayla idi. Zəng dəqiqəsi məhdud idi. Dəqiqə verirdilər ki, bu qədər dəqiqə ilə danışa bilərsən. İndi amma o biz üçün limitsiz də. Bu necə ondan pis ola bilər ki? Bu lap gözəldir. Limitsiz internet, istədiyin qədər zəng vura bilirsən, istədiyin qədər mesaj yaza bilirsən. Amma bu şey, sənin dediyin təbii ki, bəzi məsələləri aşırtmaq üçün yaxşıdır da, yəni lap o 1000 il, 500 il qabağa geçsə, orada 3 aylıq xəbər gətirirlər ki, 3 aydır yoldadır ki, salam xanım. Əlindəki niyə? Direktə baxarsınız. Bir dənə cavab yazar. Niyə yazmırsan? Dedim, gətiriblər məktub ki, niyə yazmırsan? Çıxır gedir atın üstündə. Yox, amma indi nə var? Bu sürətləndirmə səmimiyyəti aradan götürüb axır. Yəni insanlar əvvəlki qədər istiqamlı deyirlər bir-birlərinə, yəni. Yazdım da WhatsApp-da, baxmadın. Yəni bu indi belə davalar var ki, yazıram, baxmırsan. Əvvəl elə şey vardı, gəldim qapıya çıx da. Ona qalsa məsəl üçün o vaxt elə gəldim qapıya çıxmadım. Adam evdə döyürdüm də. Amma o var idi, evdə döyürdüm. Olma insan deyir, girirsən. İndi evdə olduğumu görürlər. Həmən adamın işi ola bilər. Nə bilim, həmən adam həmən vaxtı WhatsApp-a baxmaya bilər də. Yəni amma bu olmayanda daha yaxşı idi deyə bir şey yoxdur. Bu olmayanda heç də yaxşı deyildi. Məsələn, bizdə internet yox idi. Məsələn, WhatsApp yox idi. Biz dostumuzla görüşmək üçün gedirdik qapılarına, qapısını döyürdük. Ya onu valideyni buraxırdı, görüşürdük, və yaxud da evdə olurdu, evdə olmurdu. İndi mən niyə o qədər əziyyət çəkib gedirəm dostum gülə? Yazıram WhatsApp-da ki, qardaş, filan vaxtı filan yerdə ol. Gör, necə rahatdır, necə gözəldir. Özdə onda şey vardı, uşağı evdə görürdüm pəncərədən, anası dedi ki, yatıb. Yatıb, evdə yox. Gözə gəlir, nə yatıb, bu da mən onu görürəm orada. Sponsorumuzu qeyd eləmək istəyirəm. Keçən səfər verilişdə biraz ağzımız söhbətə qızışıb, heç Okean Su Filtri haqqında sizə məlumat verməmişik. Bu dəfə istəyirik ki, məlumat verək. Bizim baş sponsorumuz, ümumiyyətlə sponsorumuz Okean Su Filtrləridir. Ümumiyyətlə əladır. Bizim ümumiyyətlə sponsorumuz Okean Su Filtrləridir və mən bu sponsorumuz olduğu üçün demirəm. Doğrudan da Okean Su Filtri hər evə lazımdır ki, biz də evimizdə istifadə edirik su filtrindən və su filtrindən istifadə eləyəndən sonra bunu bütün səmimiyyətimlə deyirəm.
su filtri istifadə edəndən sonra bizim evdə deyirlər ki, biz artıq krant suyu içə bilmirik. Krantdan gələn suyu içə bilmirik. Bir qəribə dadı var, acılığı var. Yəni ümumiyyətlə, yəni krant suyu içməyin. Bu tərəfi də belədir. Ümumiyyətlə krant suyu içməyin. Filtr alın, okeandan quraşdırın, filtrdən təmiz su için, canınız da sağlam olsun. Krant suyu dedin, sən nə yadıma düşdü? Uşaq vaxtı futbol oynayıb bu məhəllədə adsız quyuların birindən bilmirdik kimindir, açırdıq su içirdi. Yəni mən necə sənə izah edeyim? O çox xoşbəxt idi də onda elə bir. İndiki uşaqları harda görmüsən? Ayağı yar olsun. Keçən səfər Rafael İskəndərov danışır, bizim dəyərli sənətkarımız. Deyir ki, heç görmüsən. Buradan salamlayırıq. Heç görmüsən, deyir, nə vaxt görmüsən məsələn qolu sınıq uşaq, nə bilim ayağı yara uşaq. Axırıncı evə küçədə harda qolu gipsli oğlan uşağı görmüsən? 5 uşaqdan birinin qolu gipsli idi. Niyə? Futbol oynamaq, dava oynamaq. İndi futbol PlayStation-dadır. Telefon, PUBG deyirlər, nə deyirlər, dava buradadır. O əyləncələrdən çıxıblar. Uşaq vaxtı futbol oynamaq var idi. Məhəllədə futbol, tər qanun içində evə gəldin, bir partiyada evdə döyürdülər. Sən o vəziyyətdə. Gəl bir şeyi dəqiqləşdirək. Mövzumuz əgər o vaxt daha yaxşı idi, indi daha yaxşıdırsa, gəl onun üstündə müzakirə aparaq. Sən o vaxt daha çox əylənirdik, daha çox zövq alırdıq, hər hansısa bir şeydən danışacaqsa, təbii ki, mən də o vaxt o dediyin şeylərdən daha onda çox gəbəl eləyir də. İndi gəl o vaxtki məsələn 20, 25, 30 il bundan əvvəl nə yaxşı idi Kərim bəy? 25 il bundan qabaqdan bir dənə şey mən deyirəm, bir dənə şey sən. Buyur. Deyirəm birin. Əfsanə Milan kadrosu. Bax 20 il bundan qabaq. İndi birin sən deyirəm. İndi super Real Madrid səsdə. Yaxşı, o vaxtı da var idi, Galaktikos. Onda bu yaxşı. Futbol desən, Çempionlar Liqası İlqar Mikayılovunun şərhi. 20 il qabaq o qədər qəşəng şeylər saya bilərəm ki. Yox, gəl. Hadə, klon. Bax, sən bizim elə bir müzakirəmiz tam da o keçmiş zaman indiki zamana uyğun gəlmir. Bax, belə müzakirə eləyək. Mən belə bir şey deyirəm sənə. Bax, indi telefonumuz var. İnternetimiz var, limitsiz. Və bu bizim işimizi çox asanlaşdırır. O vaxtı bu yox idi. İndi deyirəm ki, o vaxtı da insanlar məsələn yığışırlar həyətdə, qonşular yığışırlar, mehriban idilər. İndi telefonla məsələn həmin qonşuya nəyisə xəbər eləyə bilərsən, amma gəlməz köməyibə. Əla. Telefonun çıxması, internetin çıxması, yəni bu boyda inkişaf eləməsi qonşuların yenə bir yerdə oturub çay içməsinə maneə deyildi. Bunu insanlar özlərinə maneə. Təbii ki də. Bu səmimiyyətin aradan qalxmasında telefon rol oynamır. Yəni, sürət olan yerdə hiss ola bilməz. Bax, gözəl qardaşım, o vaxtı da telefon var idi, ev telefonları. O vaxt bu telefonlarla yığıb qonşuva, qohumva hər hansısa bir məlumatı verə bilirdi. Amma yenə də insanlar bir-birinin evinə gedib gəlirdi. Onu demirəm, sən gör, hansını deyirəm, oturublar həyətdə, qonşular, 20-25 il bundan qabaq samavar çayı, indi də bunu eləmək olardı, indi də samavar var, qonşular var, həyat var, ağac var, bu dör məsələ. O məclis bir sən haçan bitir. Orada birinin zaryatkası qutarır. Başlayır ki, duraq da yavaş-yavaş, biz gedək. O məclis belə story çəkilmək üçündür bu dəqiqə. Yaxşı, ona da cavabım var mənim. Buyurun. Sənin və mənim, bir də bizim o gözəl, dəyərli dostumuz ki var. Biz bir yerdə oturanda, bildin kimi deyirəm, hansı məclisi nəzərdə tuturam. Biz bir yerdə oturanda 6 saat fasiləsiz söhbət eləyirik və orada heç kim telefona baxmır, telefona əlim vurmur, zaryatkasından xəbəri yoxdur telefon. Biz bunu bacarırıq da, deməli o söhbət eləməyi bacarırıq da. Əgər bir insan yığışıb bir yerə, 4 nəfər bir yerə yığışıb, söhbət eləmirlərsə, faydalı bir şeylə məşğul olmurlarsa, ancaq telefonla oynayıb story paylaşırlarsa, orada texnologiyanın günahı yoxdur. Mən də deyirəm ki, əvvəlki köhnə səmimi məclislər bu günləri belə story çəkilsin deyədir əslində. Yəni, sən onun, təbii ki, bizim məclis ondan deyil, belə biz 50 dənə də məclis tapa bilərik ki, orada insanlar telefonla oynamırlar. Məsələ, faiz neçə təşkil eləyir? Bu günləri, məsələn, toylar vardı, əvvəlki toylar. Əvvəlki toylar, məsələn, məsrəf olaraq indikindən az pul sərf edirlər, amma daha səmimi idi. İndi toylarda hər şey var. Məsələn, mən keçən səfər bir dənə də şey deyim sənə, texnologiyanın, yəni indiki dövrün nəyə ziyan olduğunu, mən teatra getmişdim.
Mən oturmuşum teatra baxırdım, başımı bir dənə belə arxaya çevirdim ki, hamı telefona çəkir. Heç kim o anı yaşamırdı. Yəni gedib evdə baxacağım, təkrar baxacağım şey gedir də qabağında bax da, yəni. Mən fikirləşirəm ki, bəli, telefon bizim nə qədər işimizi yüngülləşdirib, həkim çağıra bilərsən, nə bilim təcili yardım olsun, yanğın söndürən olsun. Yəni bütün şeylərdə telefon sənin köməyinə çatır. Odur. Mən deyirəm ki, yenə əvvəl daha yaxşı idi. Əvvəl o belə marojnalar var idi. Bax, o marojnadan tapın onu mənə birinə 50 manat verirəm. Bax, ciddi deyirəm. Bizə hansı marojna? Bilmirəm, yadıma düşəcək, düşməyəcək. Topun qabında idi belə top. Belə qapağı da vardı. Açırdın, içindən bir balaca qaşıq çıxırdı. 500 manata idi köhnə bir nizamiyə. O marojnanın dadı hələ də yadımdadır ki, ifadə eləyə bilmirəm onun dadı nə idi və bir nizamiyə idi. Onun birinə bu dəqiqə 50 manat verərəm. Bir də tapa bilərsən qardaş, marojna. İndi niyə yaxşıdır? Məsələn, o vaxtda var idi da belə şeylər. Bizim məsələn atamız, əmimiz, dayımız, qardaşımız gedib hansısa bir xarici ölkədə işləyirdi. Və o gələnə qədər biz onunla heç cür əlaqə saxlaya bilmirdik. O anda şey gəldi, həyat satılanda gəldi. Heç cür əlaqə saxlayırdıq. Bax, məsələn, təsəvvür elə ki, bir əziz, yaxın bir insanı gedib xarici ölkəyə işləyir. Çox darıxırsan, heç cür əlaqə saxlaya bilmirsən o insanla. Bir dənə şey var, yığırdı da. Qulaq as. Yığırdı, müddətli də. Hətta hamı yığışırdı ki, yığıb, əmin yığıb, hamı yığılırdı. Yığılırdı bir yerə, məsələn 30 saniyəlik bir danışıq var idi. Onu danışıb yekunlaşdırırdı, bitdi. Danışa bilmirdin uzun, görə bilmirdin. Amma gör nə gözəldir. Mənim bu dəqiqə Amerikada da məsələn dostum var ki, görüntülü yığır, otururuq, danışırıq, söhbət eləyirik, o həsrət gidərik türklər demiş. Bunu o vaxt eləyə bilmirdi axı. O vaxt necə indidən gözəl ola bilər ki? Nə işin var? Sən Amerikada oturdu, belə yanaşırdı. Mənim hekayə danışmaq vaxtım çatıb, əziz dostlar. Mən verilişin həmişə bu hissəsində bir dənə hekayə danışıram. Bugünkü hekayəm də çox kədərlidir mənə görə. İndi siz qulaq asıb baxarsınız, bəlkə xoşunuza gəlmədi. Deməli, bir kişi olur, gəlir yoldaşına deyir ki, mən səndən boşanmaq istəyirəm. Yoldaşı deyir ki, mən onsuz bunu səndə çoxdan hiss eləmişdim ki, sən artıq əvvəlki kimi deyilsən, sən artıq məni istəmirsən, ayrılmaq istəyirsən məndən. Ona görə də sənə bu ayrılmaq istəyimi qəbul eləyirəm, amma bir şərtlə. Mənə 1 ay zaman ver və bu 1 ay içində məni otağa qucağında apar. Və boşanacağımızı heç kimə demə, heç kim bilməsin ki, biz 1 aydan sonra boşanacağıq. Oğlan ayrılmaq istədiyinə görə razılaşır, deyir, hə, yaxşı və başlayır. Birinci gün oğlan yoldaşının qucağında götürüb otağa aparanda ikisi də çox utanırlar. Uşaqları, övladları qıraqdan baxır, gülümsüyürlər, belə xoşbəxt görsənirlər. Bu belə bir neçə həftə, 2 həftə davam eləyir belə. Bir gün oğlan hiss edir ki, qadın günü-gündən arıqlayır, çəkisi yüngülləşir. Fikirləşir ki, bəlkə də alışqanlıqdır, bunu daşımağa alışmışam deyə bu mənə artıq yüngül gəlir. Fikir vermir. 4-cü həftənin tamamında oğlan içinə bir qəribə bir hiss gəlir. Baxır ki, uzun illərdir diqqət eləmədiyi qadın, üzündə qırışlar, saçında ağ dənlər, gözündə o sevgi dolu baxışlar var. Bu oğlana çox təsir eləyir. Və gedir sevgilisinə deyir ki, mən fikrimi dəyişdim, yoldaşımdan boşanmayacağam. Qayıdır, gəlir evə, gəlir görür ki, yoldaşı vəfat edib. Həkim də başının üstündə durub. Həkim sakitcə oğlana deyir ki, sizin yoldaşınız xərçəng xəstəsi idi, 1 ay ömrü qalmışdı. Bu bunu bilirdi, amma heç kimə bildirməyimizi istəmirdi. Bir tək şey istəyirdi ki, bu son 1 ayı ailə kimi yaşasın və sizin ona olan sevginizi, məhəbbətinizi yenidən görsün. Oğlan dizlərini atır yerə, hönkür-hönkür ağlayır və başa düşür ki, insan sevdiyinin qədrin itirəndən sonra başa düşür. BMW yoxsa Mercedes? Təbii ki, BMW. O sual verilməz sualdır. BMW yaxşı maşın olsaydı Çakır ölməzdi. Nəysə, çox şükür bu gün də bir nəfər tanıdıq. Qaldığımız yerdən davam edək. Sənin qəmli hekayəndən sonra. Dostlar, qəmxana sözünə meyxanada qadağa qoyuruq. Ancaq Orxan işlədə bilər. Mənə bildiriş gələcək kim işlədir. Bildiriş gəlir, patenti Orxandadır ki, falan yerdə qəmxana dedilər.
O vaxtı Ronaldinho var idi. İndi Bir dəqiqə, gözlə nədir? Ronaldinho dedim yazmışdım. PlayStation oynayırsan da, yəni ki, məsələn dostluqda oynayırsan PlayStation-da. PlayStation 5 oynayırıq. Belə ən yüksək keyfiyyətdə o daha ələ yatımlı joysticklə zadla. İndi bax sən gör, qardaşın cavabı video ilə verirsən. Bu səsi heç nəyə dəyişmək olmaz, bax. Burada disk açdım. PlayStation. İndi onun PlayStation 5-i var, ən gözəli var. Yəni baba, oğlanlar, yaşı 30 olan oğlanlarda 30 və 30 üzəri. Bəs bir dənə səs qoyuram, bax qardaşımsan. Baba, bir dənə səsə bax. Bütün oğlanları xoşbəxt edən səs. Milyon dənə PlayStation 5 gələ, bunun yerini verə bilməz. Özdə burada PlayStation vaxtı belə söhbət vardı ki, ikisi də məsələn Braziliyanı götürürdün, Roberto Carlos'u hücuma qoymaq falan. Bir dənə belə söhbət vardı ki, sarı Braziliya daha güclüdür, Joy Braziliya biraz zəifdir. Elə bir iki dənə komanda ötəndə birinin forması olur. Və biri gəldi kimsə udurdu belə. Ha mən Joy Braziliya ilə udmuşam. Yəni mən Braziliyam zəif idi. Onu Joy Braziliya ilə udmuşam. Suto Koreva Fauldes. Bir dənə də belə orada şey vardı. John Kabira idi şərtçinin adı. Gör haracan bilir qardaşım. Ya sən bu şeydə var ha, heç vaxt keçmişdə olan şeyləri gələcəyin qabağına qoya bilməzsən. Həm də bilirsən niyə nostaljik şeylər adama cəlb edici gəlir. Çünki gələcək naməlumdur. Sən gələcəyi arzulaya bilirsən, təxmin eləyə bilərsən. Keçmiş isə dəqiqdir, var. O şey var deyə bir dənə belə. Yəni bu keçmiş həmişə gələcəkdən qabaqdadır. Məsələn mən keçmişə qayıtmaq istəyirəm çünki bilirəm orada nə var. Orada Ramiz Rövşənin belə bir gözəl bir beyti var. Deyir ki, yola saldım gedənləri, gələnlərdən xəbər yox. Qabaqda bir gecə var, arxasında səhər yox. Ay canım. Yəni bu gələcəyi məlum olmayan bir şey. Ustadımızı buradan salamlayırıq. Allah sizə uzun ömür versin, dəyərli ustad. Bir dənə şey vardı, o keçmişdə belə fənər vardı, bir dənə qırmızı, başında belə lampa, radio. İndi razılaşıram səndən. Yaxşı şeylər də var. Həyat evində ondan ayaq yoluna getmək. Amma rahat və komfort yaşam yox idi mənə görə. Rahat deyildik. Məsələn, indi çox rahat. Təbii ki. Avtomobillər, telefonlar, internet, ümumiyyətlə axtardığımız hər şey indiki zamanda daha gözəldir. Sən qardaşım bir dənə sual versin. Bax, bu Rutska 20 il qabaq yazmaqdan da başqa bir də iş vardı, onu görürdü. Özdəki hamı eləyirdi. Kaset doluyurdu. Bəli, kaset dolamaq, salırdıq. Sardın dala qabağa çevirirdik. Rafet Elroman albom, geri asorti disk. Bir də şey vardı. Qurtlar Vadisində bir dənə səhnə vardı. 2003-cü il. Polad belə qarlı yolla gedir. İmkan varsa onu burada lap belə qoymaq olur. Üstünə yazıblar ki, İstanbulun ən gözəl qarı. Bir dənə söz ümumiyyətlə tapmışam, yazmışam, burada qeyd eləmişəm. Bilmirəm neçə vaxtın sözüdür, bəlkə 20 ilin, 30 ilin, 50 ilin sözüdür, dəqiq bilmirəm. Deyir ki, dost dediyin adamı 39 gündən bir yoxla ki, ölüsə 40-ına çata biləsən. Onu niyə görə deyirəm? İndi biz dostlarımızla çox sıx-sıx əlaqə saxlaya bilirik, maraqlana bilirik. Heç 39 günə qalmır. Yəni, lap tez-tez əlaqə saxlaya bilirik də. Keçmiş zamanda, məsələn, sən məndən dostluq edirsən hal-hazırda. Sən yaşayırdın, deyək ki, Lənkəranda, mən yaşayırdım Şamaxıda. Mən necə 39 gündən bir səndən xəbər ala bilərdim? Gəl də 39 gündən bir. 39 gündən bir gərək gələm də ora. Amma indi necə gözəldir? Yox, indi bilsən necədir? Elə əsl dostluqları o vaxt bilmək olurdu. İndi bilmək olmur. İndi hamının WhatsApp-ı var deyə bilmirsən kim kimlə dostdur. Qulluğundayam gedib göstərirlər onu. İndi yazır ki, qaqa qulluğundayam. Özü də 3 gün sonra bir də cavab yazır. Yox, biz həqiqətlər danışırıq. Biz səninlə həqiqətən dostluqsa. Hə, yox, söhbət bizdən getmir. Deyirəm ki, məsələn, həqiqi dost kimi olub WhatsApp-la belə qabaq düşən var da. O vaxtı da var idi da zaten. O vaxtı da belə şeylər var idi. 39 gün bir elə onlara görə çıxardıblar da bu deyimi. O qədər getməyib ki. Getməyib, gəlməyib. İndi həmin adam rahatdır da. O adam, məsələn, onun nəvəsi, həmin o vəfasızın nəvəsi.
Bu dəqiqə vəfalı oğlandır. Hamıya yazır mesaj. 39 gündən bir. Özü də müasirləşmə keçmiş zamandan bu vaxta kimi bəzi vərdişləri, bəzi şeyləri aradan götürdü. Əvvəl məsələn belə bir dənə şey vardı. Kimizə televizorda göstərirdilər. Bunu elçilikdə belə deyirdilər. Məsələn, oğlan üçün elçi gəldi, dedilər ki, bizim məsələn oğlan deyək ki, nə dondurma firmasında işləyir, nə bilim, pivə zavodunda işləyir, mühasibdir. Televizorda da göstəriblər. Bax, televizorda göstəriblər yeri xüsusi idi. Bir də nə var idi? Məsələn, hər hansısa bir məhəllədə gəlib məsələn Lider TV deyəydin, yoxdur Lider TV-dir. Lider TV hadisə baş verib deyək ki, qəza olub, qəzadan danışır ki, burada bəs qəza baş verib. Arxada cəmaət əl eləyirdi kameraya. Sonra gəlirdilər, otururdular. Axşam xəbərlərdə gözləyirdilər ki, göstərsin. Mən özümü gözlədim. İndi televiziyada məsələn elə şey, o bir dənə də kişi var, onu tapmaq olar. Müsahibə verir, telefonuna zəng gəlir. O ayrı, o birisi də heç belə deyil. Sonra axtarırlar. Onun səsini alın Zəhmətom. Məktub göndərilib ki, Hələ iş lazım olanda zəng eləmirlər. səbirləşmə. Görmə və Niyaz bəli. Ay Niyaz. Atır telefon, onu demirəm, o biri. Müsahibə verirəm. Mən müsahibə verirəm, televizorda göstərəcək. Başım qarışıqdır, müsahibə veririm. Məni Lider TV-də göstərəcəklər. Yəni məsələn o vərdiş yoxa çıxdı. Televizorda göstərəcəklər ki, yoxa çıxdı. Amma var, Çempionlar Liqası 23:45-də oturub baxırdıq ANS-dən. İlqar Mikayıloğlu'nun şərhi ilə, Doktor Ziyan şərhi ilə. Necə gözəl günlər idi. Bir də Orxan, bax bunu müdafiə edə bilməyəcəksən. O vaxtı sevgi, məhəbbət hissləri, insanların bir-birinə olan sevgisi, yəni məsələn oğlanla qızdan söhbət gedir də, sevgisi daha səmimi idi. Məsələn, o vaxtda belə şey çox nadirən var idi. Kimsə kiməsə görə, kimsə kimdənsə puluna görə şey eləsin, var dövlətin. Təbii ki, o dövrdə də olub. Amma bu dövrdə məncə daha çoxdur. Əvvəl yəni o elə dövr. O hər dövrdə var. Hələ Ustad Oqtay Kamil salamlayıram buradan. Onun gözəl bir dənə beyti var, belə deyir ki, geriyə baxarsan yol olmayanda, şeir də yazılmır hal olmayanda, nə sevgi, məhəbbət, pul olmayanda özün öz evində qonaq kimi saycalaydı. Geriyə baxırsan yol olmayanda, şeir də yazılmır hal olmayanda, nə sevgi, məhəbbət, pul olmayanda özün öz evində qonaq kimi saycalaydı. Bu hər dövrə aiddir, mən elə çox düşünürəm ki. Çox gözəldir, salamlayırıq buradan ustadı. Allah qorusun ustadı Oqtay Kamili. Onun o şeydə bir dənə də belənçinə kasıb var haqqında bir dənə yaxşı misrası var deyə. Qafiyəni deyiblər, o məşhur mahnının qafiyəsini demişlər. Qardaş bu ceyranı hardan almısan? Orada deyir, varlı alan vaxt deyirik mübarək, kasıb alanda deyirik hardan almısan? Aycan. Doğrudur da, yəni doğrudan bu belədir. Bu hardan almısan sualı həmişə verilir mənə. Mübarək demirlər, hardan almısan qardaş? Bir də şey vardı ki, sən lazımdır axı bu dəqiqə. Yəni ki, sən verirdim buna bu qədər pul verir. Bu qədər pul vermirsən. Qardaş, aldım da mən bunu aldım. Qadanızı alım. Bu gözəl misralarla. Yavaş. Amma bir dəqiqə deyən, gözlə qoy bunu da deyim, xahiş edirəm, veriş bitməmiş. Mən burada bu günləri keçmiş söhbətləri müdafiə edirdim. Orxan bu günü müdafiə edirdi. Siz də yazın görək, mən haqlıyam yoxsa. Mən deyirəm ki, əvvəl hər şey daha yaxşı idi. Bir 30 haqlı, haqsız tərəfin yazmasaz da siz də öz fikrinizi yaza bilərsiniz ki, keçmişmi daha yaxşı idi, indimi daha yaxşıdır. Beləliklə verilişimizin sonuna gəldik, çatdıq. Bir daha Okean Su Filtrlərinə təşəkkür edirik. Bizə sponsorluq eləyib, bizə şərait yaratdığına görə. Və həmişəki kimi gözəl sözlə bitirəcəm verilişimizi. Buyurun Orxan bəy. Charlie Chaplin'in bir gözəl sözü var. Deyir, hər gün eyni paltarla çölə çıxmaqdan utanan adam, hər gün eyni düşüncə ilə çölə çıxmaqdan utanmadı. Götürün bu fikri, neyiniz eləyin. Çox sağ olun, var olun, diqqətinizə görə sizə minnətdarıq. Təşəkkür edirəm.